Start verək və başlayaq. Birinci şərtimizlə tanış olaq. Deyək ki, aha. Şərtimiz necə idi? Günay tekstillə bağlı idi. Buradakı kalkulyasiya rəqəmlərini, yəni bizə verilən standart prospektdən olan rəqəmləri biz hesabladıq, ortaya çıxardıq ki, rəqəmlər doğruluğu əks etdirmir. Ona görə biz sizinlə bərabər nə hazırladıq? Kalkulyasiya cədvəlimizi özümüz hazırladıq. Bir dənəsi açılsın. Niyə açılmır əməliyyat? Buyurun baxalım. Aha. Cədvəli özümüz müəyyənləşdirdik və 61 manat 76 qəpik. Dünənki kalkulyasiya cədvəlimiz istehsalatdan bağlı. İndi gələk nəyə? Bizim informasiyalarımız var idi ki, Günay Tekstil firması 20 nəfərlik işçi heyətinə sahibdir. Hər işçiyə 700 manat əmək haqqı verir. Avqust ayı üçün istehsal prosesinə başlayıbdır və avqust ayı ərzində kostyum istehsal edib. Hər işçi 100 ədəd kostyum istehsal etmişdi. Bu deməkdir ki, 20 nəfər işçi toplamda 2000 ədəd kostyum istehsal edibdir. Bir kostyum üçün olan məsrəflər burada. Artıq biz 60 manat 40 qəpik deyil, 61 manat 76 qəpik qəbul edirik. Və ondan sonraki hissələr artıq satış şərtləri tərəfidir. Yəni ay sonuna qədər istehsal olunanlar, tamamlananlar, hazır məhsulun və digər əməliyyatın formaları, satanda nə qədər satmışıq, ambar qalığımız nədir, ona görə hesablama vermək. Amma ondan öncə, ilk öncə əməliyyatlarımıza başlamamız lazımdır. Bizim əlimizdə ilkin qalıqlar mövcud deyil. Yəni, bizə verilən informasiyalarda dövrün əvvəlinə qalığı müəyyənləşdirmək mümkün deyil. Amma biz dövriyyəmizi müəyyənləşdirə bilərik. Yəni, dövriyyə qalıq cədvəlimizdə dövriyyə hissəsini müəyyənləşdirə bilərik. Amma dövrün əvvəlinə qalıqla bağlı informasiyamız yoxdur. Biz onun üçün birinci əməliyyat jurnalını işləyib, oradakı nəticələri sınaq balansına və yaxud dövriyyə qalıq cədvəlinə keçirməyə baxa bilərik. Başlayaq. Bizim ilkin informasiyamız nədən ibarətdir? Aha. İşçi sayımız məlumdur. İstehsal etdikləri məhsul sayı məlumdur. Amma ən əsası nə qədər məhsul istehsal olunub, o vacibdir. Biz birinci işçi sayından başlayacağıq. Zəhmət olmasa, ya da qoyun özüm əlavə eləyərəm indi. Birinci gəlirəm nəyə? İşçinin müxabirləşməsini girməyə. Bizim işçilərimiz hamısı istehsalat sahəsində çalışan işçilərdir. Yəni, bunlar artıq xərc kateqoriyası deyil. 202 istehsalat məsrəflərinə istehsalat məsrəfinə aid olacaq əməliyyatlardır. Bu, hardan formalaşacaq? 533 əmək haqqı öhdəliyi, bəli. Məbləğimiz nə qədərdir? 700 manat idi də, düzdürmü? Bərabərdir. 700 manat vurulsun 20 nəfər. 14.000. O da bərabərdir. 14.000. İşçi ilə bağlı olan müxabirləşməmizi daxil etdik. Amma bununla bitirmi? Xeyr, bitmir. Biz bu işçilərin Dövlət Sosial Müdafiə Fonduna olan, gəlir vergisinə olan tutulmalarını da qeyd etməmiz lazımdır. Vergi öhdəliyi qeyd etdik və gəlirik nəyə? Əməliyyatlarımızı hesablamağa. 700 manat işçi alan əmək haqqı alan bir işçinin əmək haqqısından tutulacaq gəlir vergisinin məbləği nə qədər idi? Qəşəng sualdır, mən də başqa bir sualına cavab verim.
Gəlir vergisini işçidən başqa şirkətə düşən tərəfi də varmı? Muzlu şəkildə tutulan gəlir vergisi. Xeyr, yox. O ancaq işçiyə aiddir. Zəhmət olmasa deyin həmin rəqəmi. Belə bir də hesablamanı şifahi edək. Əmək haqqı 2500 manata qədər olduğu üçün əmək haqqı məbləğimizdən 200 manat güzəşt məbləğin çıxıb, yerdə qalanı 3%-ə vurmamız lazımdır. 700 manatdan 200 manata çıxacaq 500 manat, 500 manatda 3%-ə vuranda edəcək 15 manat. Yəni bərabərdir 15 manat vurulsun işçi sayı. Əmək haqqlarımız eyni olduğu üçün məbləğləri hər işçinin hesablamamızı bu şəkildə daxil edə bilirik. Bundan sonraki mərhələdə nəyimiz var? Yenə əmək haqqı öhdəliyinin debiti işçinin maaşından azalma və 522 nömrəli hesabın 22 nöqtə nə deyək? 1 deyək. Dövlət Sosial Müdafiə Fonduna tutulmalar. Burada necə hesablanacaq? 700 çıxılsın 200 manat, vurulsun 10%, üzərinə də gəlsin 6 manat. Yəni 200 manatın 3%. Yəni 200 manatlıq hissəsinin 3%, 200 manatdan yuxarı hissəsinin 10%. Belə deyək. Bu da edir 56 manat bərabərdir 56 manat. Əlbəttə. 836 hesablamışdım. Sənin mərzin maaşı. Bilirəm. Biz sadəcə şirkətimizin əməliyyatlarını giririk. Bunda öncə işçinin də, kim də hesablamalıyıq. İndi birazdan digərini də hesablayıb əmək haqqı ilə cəmləyəndə bəli, istədiyiniz rəqəm eləyəcək. 20 nəfər işçi deyilmi? Evet. 1120-dir də. Bunu da hesabladıq. Üçüncü, işçinin maaşından tutulan hissə və 523.1 digər məcburi ödənişlər, icbari tibbi sığorta və işsizlikdən sığorta haqqı. İkisini bir yerə verək hesablamasını. Bu nə qədər edəcək? Bəli, biri 700 manatın 0,5%-dir. Yəni yazıram 700 manat vurulsun 0,5% plus o birisi nə edəcək? 2500 manata qədər olduğuna görə güzəştsiz formada 700 manat, yəni əmək haqqı məbləğimiz vurulsun 2% edəcək. Bu eləyəcək ümumi cəmi. Əməliyyatın ümumi cəmi. Bir nəfərinki 17 manat 50 qəpik. Bizdə isə bu neçə nəfərə aiddir? 20 nəfərə. Bəli, bu əməliyyatı da hesablamış oldu. Yəni işçinin maaşından artıq hər şeyi hesablamış olduq. Və indi gəlirəm çox əməliyyat getmədən hesablamamı getməyə. Bu işçinin maaş tərəfidir. İndi digər tərəfi də qeyd edək, işə götürən tərəfini. İşə götürən tərəfində də artıq bizim xərcimiz olduğuna görə, bizim məsrəfimiz olduğuna görə birinci baxmalıyıq ki, bu işçi hansı sahəmizdə çalışır. Hal-hazırda bu işçi istehsalat sahəmizdə çalışır. Ona görə bu xərclər də xərc olaraq deyil, istehsalat məsrəfi olaraq qəbul olunacaq və öhdəlik olaraq müəssisədən tutulan Dövlət Sosial Müdafiə Fonduna ayırma olacaq. Burada necə hesablayacaqdıq? Artıq şirkət tərəfidirsə, yenə 200 manat anlayışımız var. Bəli. 200-ün 22%, 200-dən yuxarı hissənin 15%. Belə yadınızda saxlasanız daha rahat olar. Bəli, bu nə olacaq? 500 manatın 15%, bu elə də 75 manat. Plus üzərinə də 44 manat gəlməniz lazımdır. Nə qədər edir toplam? 119 manat. Bərabərdir 119 manat bir işçiyə görə. O da vurulsun 20 nəfər işçi sayına. Müəssisə tərəfindən də hesablamamızı getdik və artıq bu birisi hissəni gördüyünüz kimi bunu
Eynisini kopyalayıram və bəli, burada debitdə zaten istehsalat məsrəfi olacaq və bunu da 2 edəcəm ki, əməliyyatların bir-birinə qarışmasın. Şirkətə görə olan borcumun nə olduğunu, işçisindən aldığım pula görə ödəməli olduğum borcu da ayrı-ayrılıqda sinifləndirə bilim kreditorlarımı çıxartdığım zaman. Artıq mən əməliyyatlarımı yekunlaşdırmış oluram. Bu tək əmək haqqı hissəsidir və mənim 18.500 manatlıq bir dövriyyə rəqəmi formalaşdı. Uşaqlar, bunların mən eyni formada dövriyyə balans cədvəlində də əks elətdirməm lazımdır. Deməli, işlədiyim rəqəmlər içərisində nə var mənim? 202 var. 202 bir aktiv hesab. Debitdə artır və kreditdə azalır. 202 nömrəli hesabım mən müəssisəm üçün qalığını hesablayarkən 202-nin debitdəki rəqəmindən, dövriyyə rəqəmindən kreditdəki rəqəmi çıxıb, alınan nəticəni qalıqda debitə yazmam lazımdır. Yəni, aktiv hesablar üçün dövrün sonuna qalıq anlayışında aktiv hesabların qalığı debitdə, pasiv hesabların qalığı kreditdə qalır. Aktiv hesabları hesablamaq üçün qalıqlarını bir dəqiqə, bunu belə göstərir. Aktiv hesabların qalıqlarını hesablamaq üçün dövrün əvvəlinə qalıq, yəni sən işə başlamamışdan öncəki aktiv hesabın qalığının debitinin üzərinə, dövriyyənin debitini gəlib, təzədən dövriyyənin kreditini çıxırıq. Alınan nəticəni də dövrün sonuna qalıqda debitə qeyd edirik. Bu, bütün növ aktiv hesablar üçün keçərlidir. Yəni, bu qalığının hesablanması. Pasiv hesablarda isə qalıq passivdə qaldığına görə pasiv yerinə yazacaq qalığı yekunda, amma hesablamamız aktivin tərsinəsi olacaq. Artıq dövrün əvvəlinə qalığın bir pasiv hesab müəyyənləşdirək. Deyək 504. Dövrün əvvəlinə qalığın kreditinin üzərinə, dövriyyənin kreditini gəlir, təzədən dövriyyənin debitini çıxırıq. Yəni, kredit plus kredit minus debit deyirik. Alınan nəticəni isə dövrün sonuna qalıqda kreditə qeyd edirik. Yəni, kredit sütununun altına qeyd edirik. Bu da pasiv hesabların qalığını hesablamalıdır. Diqqət edirsiniz, biz aktivlə pasivi deyəndə aktivlərdə debitləri toplayıb krediti çıxırıq, passivlərdə kreditləri toplayıb ondan debiti çıxırıq. Bunun səbəbi pasiv hesabların kreditdə artması, aktiv hesabların debitdə artmasıdır. Və yaxud da ki, artımları toplayıb oradan azalma hissələrini çıxırıq. Hesab anlayışının diaqramı yadınızdadır. Birinci dərsimizdə bir diaqram işarəsi qoymuşdum və şkala ilə qalxırdı. Biz onu necə hesablayırdıq? Dedik, bunun artım nöqtələrinin cəmindən azaldığı ən son nöqtələrin cəmlərini çıxanda o hesabın nəticəsini almış olur. İndi də həmin kimidir. Bu aktivdir, passivdir yox. Hansı hesab harda artırsa, artımlarını toplayıb onun azalma hissəsini çıxmamız lazımdır. İndi gələk əməliyyat jurnalımıza. Deyək ki, birinci əmək haqqıdan başlayaq. Yəni, pasiv hesabı göstərmək üçün istəyirəm. Əmək haqqı öhdəliyinin həm kreditində yazılıbdır, həm debitdə yazılıbdır. Birinci kredit tərəfinə baxıram və əmək haqqı öhdəliyimi seçirəm. 14.000 manat. Dövriyyə qalıq cədvəlində əmək haqqının dövriyyənin kreditinə 14.000 manat qeyd edirəm. Bu dövriyyəmin krediti. Bəs əməliyyat jurnalında dövriyyəmin debitində nə qədər rəqəm var? Əmək haqqı ilə bağlı 1170 manat. 1770 manat. Gəlirəm, debitinə də 1770 manat. Qeyd edirəm. Həm debitini, kreditini, həm də ki debitini qeyd etdim. Və dövrün sonuna qalığı hesablamalıyam. Gələcəm kreditə, deyəcəm bərabərdir. Əvvəldə qalığım yoxdur ki, deyirəm ki, dövriyyənin, olmasa da qəbul edəyək. Dövrün əvvəlinə qalığın krediti plus dövriyyənin krediti minus dövriyyənin debiti. Və mənim əmək haqqı qalığım nə görünür? 12.230 manat. Mənim ödəməli olduğum rəqəm. Mənim hal-hazırda əmək haqqıya görə real olaraq ödəməli olduğum borc.
bu qədər rəqəm göstərir. Deyək ki, burada məndə başqa bir aktiv hesab mövcuddurmu? Nəsə bir şey almışammı? Bəli, məndə yalnızca 202 mövcuddur. 202-də kreditdə yoxdur, ancaq debitdə mövcuddur. Eybi yoxdur. Seçirəm debitdə 202-ni və doğru mu verdim? Bəli, doğru verdim. 16.730 manat. 14.000 əmək haqqı hissəsi, 2.380 manat bu və 350 manat da bu hissəsi. Toplam 16.730 debitdə mövcuddur. Gəlirəm aktiv hesablara. 202 nömrəli hesabın debitində nə qədər idi rəqəm? 16.730 manat. 16.730 manat. Bunu da qeyd etdim. Bunun qalığını hesablayarkən aktiv hesab olduğu üçün debitdə və deyirəm, dövrün əvvəlinə qalığın debiti plus dəqiqə bərabərdir. Dövrün əvvəlinə qalığın debiti plus dövriyyənin debiti minus dövriyyənin krediti. 16.730 manatda qaldı. Səbəb? Çünki bunun azalda biləcək şey 202 nömrəli hesabın kreditidir. Hələ ki orada bir hərəkətimiz mövcud deyil. Ona görə də qalıq bu formada verilir. Bu bütün hesablara aiddir. Hesablamanı bu formada getməliyik. Amma mən əməliyyatımı davam etdirmək istəyirəm. Deyək ki, bunu belə açılsın və prosesimizə davam edək. Uşaqlar, mən burada açıqlamaları qeyd etmirəm. Gördüyünüz kimi ki, onları özünüz doldura bilərsiniz deyə. Mən sadəcə hesabları və əməliyyatların özünü qeyd edirəm. Əmək haqqı hissəmizi həll etdik. İşçilərin əmək haqqısını göstərdik. İndi isə bizə nə lazımdır? Xammal ehtiyatlarının alışını etmək, xidmətin alışını etmək, yəni toplu rəqəmlərimiz nə qədərdir, onları ala bilmək və buna görə də bizə hansı cədvəl lazımdır? Mal materialın hərəkət cədvəli lazımdır. Ki, biz onu formalaşdıraq ki, oradan nəticəni görə bilək ki, bizim nə qədərlik bir sərfiyyatımız, nə qədərlik bir ehtiyatımız mövcuddur. Amma biz burada əməliyyatın özünü girdiyimiz üçün hesablamanı yalnız və yalnız Excel-in kalkulyatordan ya da öz kalkulyatorumuzdan istifadə edəcəyik. Səbəb? Çünki biz artıq kalkulyasiya cədvəlimiz sərfiyyata görə mövcuddur. Xidmətimiz üçün də mövcuddur. Misal üçün, gəlin birinci xidməti edək. Nə demişdik biz? Kəsim və lekal çıxarmaya 20 qəpiyimiz gedibdir. Bizim məhsulumuz nə qədər idi? 2000 ədəd. Düzdürmü? Bir ədədinə getmişdi 20 qəpik. Gəlirik Excel-də məbləğ yerində yazın, bərabərdir. 0.20 qəpik vurulsun 2000 ədəd. Bu da edir 400 manat. Burada verim həmin rəqəmi. Bu 400 manat məndə nə idi? Bir xidmət idi, kəsim xidməti. Amma bu kəsim xidməti nə üçün idi? Mənim istehsalatım üçün idi. Məhsulun dəyərinə aid idi. Ona görə bunu istehsalat məsrəfimə qeyd edirəm. 202-nin debiti və nəyin krediti? Bunu edən adi bir şəxs idi. Deyək ki, kimdir? Səmayə Cəfərov olsun. Səmayə Cəfərova gəlib kəsim edibdir və biz də ona 400 manat borclanmışıq. Nə deyək? Kostyumların lekal çıxarma və kəsim xərci. Tamam. Qeyd elədik açıqlamamızda. Birincisi getdi. İkincisində nə var? Çiska varımız idi, elektrik enerjisi varımız idi, əmək haqqını zaten etdik, bir də yığılmış amortisasiyamız mövcud idi. Baxın, eyni əməliyyatları bir daha gedirəm. Təmizlik, kim təmizləmişdisə ona aid edir. Yəni, biz bunun hal-hazırda kimin etdiyini bilmirik, amma burada bir adlandırma edə bilərik. Deyə bilərik ki, kim? İşamuz əməkdaş, daha doğrusu əməkdaşlar. Nə deyirlər ona? Zdenli, nə?
daimi olmayan əməkdaşlar kənar. Kənar. Rəqəmimiz nə qədər eləyəcək? 20 qəpik də odur, 400 manat da bu eləyəcək. 400 manat, 400 manat. Bu cədvəli nəyə əsasən hazırlamışdıq? Bir kostyuma düşən, bəli. Bizim də 2000 kostyumumuz olduğuna görə elə aparırıq. Elektrik enerjisi Azərenerjiyaya aiddir. Onun üçün bu mənim yenə də istehsalat məsrəfimdir. Amma kreditdə nə qeyd edəcəm artıq? 538 Azərenerji. ASC də yazaq, tam olsun. Tamam. Görürsünüz, hamısı xərcdir, amma mən bunun debitinə xərcləri qeyd eləmirəm. Çünki müəyyənləşdirmişəm ki, bu xərclər birbaşa mənim debit tərəfimə aiddir. Və gəlirəm, nə qədər düşürdü burada? 1 manat. Yəni 2000 kostyum vurulsun, hər kostyuma görə 1 manat. Etdi 2000 manat. Bu əməliyyatımı da qeyd etdim. İndi uşaqlar, bizim bayaq yazdığımız var da, görürsünüz, dəyişmir burada. Qoyduğumuz var, 16.730 manat əmək haqqıya görə yaranmış xərcimiz mövcud idi. Bax, indi biz birazdan sizlərə əməliyyatı bitirəndən sonra burada düstur verəcəyik. Biz orada işlədikcə buradakı əməliyyatları, ora nə işləmişiksə, hamısını debit kredit olaraq hesablasın, gətirsin, qoysun. Yəni debitdə olanların cəmini gətirsin, kreditdə olanların eyni rəqəmlərin cəmini gətirsin. Burada aktiv hesabların qabağına, aktiv hesabların hesablama qaydasını, passivlərin içində digərinə verdiyimiz zaman artıq əməliyyat jurnalını işlədiyimizdə dövrəyə qalıq cədvəli tam olaraq hazır olacaq. Azərenerjidə 2 dənəymiş. Tamam. Azərenerjidə getdi, əmək haqqını etmişik və yığılmış amortizasiya. Bizim yığılmış amortizasiya düsturumuzda yenə artıq yığılmış amortizasiyanın istifadə tərəfi mövcuddur. Hara silmişik. Onun müxabirləşməsi bu formada olacaq. Rəqəm 6 manatdır, bərabərdir. 2000 kostyum vurulsun, bir ədəd kostyuma düşən amortizasiya hissəsi 12.000 manat yığılmış amortizasiyanın istehsalat məsrəfinə silinməsidir. Tamam. Artıq xidmət hissəsi bizim üçün bitdi. Xidmətin müxabirləşmələrini daxil etdik və göstərir ki, 15.76 olması lazım. Gəlin baxaq. Debetdə 202 nömrəli hesabı verdik və nəticəsində bizdə nə göstərir? Baxın uşaqlar, burada hesabın adları da mövcuddur, gedibdir, amma burada açıqlamanı siz necə qeyd eləmişsinizsə, misal üçün, birinci nə idi? Əmək haqqı idi, düzdür? Qeyd elədim. İkinci nə idi? Dövlət Sosial Müdafiə Fondu. Üçüncü, icbari tibbi sığorta və işsizlikdən sığorta haqqı. Dördüncü, 400 manat, səhv etmirəmsə, lekal çıxarma idi. Aha. Min manat nə məsrəf idi? 1 manat da elektrik enerjisi idi, bəli. Elektrik enerjisi və yekunda da
Amortizasiya idi. Tamam, artıq buradan kalkulyasiya cədvəlinizin debit hissəsində görürsünüz. Yəni 202 nömrəli hesabın subkontur olaraq nə yazsa, siyahını görmüş olursunuz. 31.530 manatı zəhmət olmasa 2000-ə böləndə görün nə əldə edirik? 2576'ya gösteren pozitif 2550 lira. Nəyə vurdu? 165. 5700 dolar. Tamam. Necə? Ha, o mahzen ödeden çeviriyor. 31.530-u 2000-ə böldüyünüzdə 1000 eləməz axı. 2500 lira da verecek. İkiye bölündü. Şimdi 2000-ə deyirəm. 1576. 15.76. O zaman mənim axtardığım 15.76-nı tapmış oluram. Deməli mən bunun bölüşdürülməsini, müxabirləşməsini düz verir. Yəni qiymətin kalkulyasiyası okeydir. yani 1576'ın 2000 ablanında 30.550. Olmaz. 765'te Yuvarlaqlaşdırmada sıxıntı ola bilər orada. İki tərəfində, bəli. Bax, hazır varımız idi. 6 manat bizə demişdilər ki, özümüz hesablamışıq 6 manat edir. Çünki bizə avadanlıqların qiymətini verməmişdilər ki, biz onu da ad və 2000-ə vurduq. Gəlirik bura, bunu yoxladıq. Bura qədər əməliyyatımız doğru. Bu da getdi. İndi isə gəlir bizdə mal material hissəsi. Şərtimizə baxaq. Parça var, sap var, klevoy var, astar var, düymə var, zamok var, paket var. Mən bu əməliyyat daha qısa getsin deyə bunların hamısını bir şirkətdən almış kimi davranacam. Yəni şərtdə ayrı-ayrı şirkət yoxdur da əlimizdə bu dəqiqə. Uzun da çəkməsini istəmirəm. Ona görə bir şirkətdən alacam. Bunun üçün nə etməm lazımdır? Bu aldığım şeylər mənim nəyimdir? Xammal və materialımdır. Yəni 201 xammal və material hesabımı artırıram. Bəli. Qısa müddətli kreditor borc. Aha. Materiallara görə isə material ehtiyatları. Axı digər materialları ayrı-ayrı şirkətlərdən alsaydıq əgər və yaxud tək-tək əməliyyat kimi girsə, onların da adını burada materialların subkontrol olaraq qeyd edəcəkdik. Və 201-də vuranda hansı materiala görə nə qədərdir görə biləcəkdik. 531-də axtaranda isə şirkət adına görə və nəyə görə olduğuna baxırım. Gəlirəm rəqəmimə. 46 manat edir, deyirəm bərabərdir. 46 manat vurulsun 2000. Enter. Və yenə bərabərdir. Bu vurulsun. Bərabərdir buna. Doğru mu edirəm uşaqlar? Burada bir tane mesele var. Buyur. Artık kalan ihtiyacımız da var. Onu bir nazara alın. Deməli, biz qarşı tərəfdən mal alanda yalnız istifadə etdiyimiz qədər almamış. Üzr istəyirəm. Bizim əgər ehtiyatımızda da qalığımız varsa, deməli bizim dövrün əvvəlinə malı alış etdiyimiz zaman ən azından ambarımızı 0 olaraq qəbul etsəydik, deməli bu rəqəmdən daha çox almışıq biz. Daha çoxu necə müəyyənləşdirəcəyik? O zaman bu rəqəmlər istisna oldular. Biz gəlirik şərtimizə və bizə nə deyilmişdi? Deyilmişdi ki, hal-hazırda ambarda 200 metr kvadrat parça, 100 metr kvadrat astar, 14 ədəd sap, 2 metr zamok, 10 metr klevo, 600 ədəd də paket mövcuddur. Yəni bu bizim ambarımızda olan mövcudlarımızdır. Və sayıları bir yerə qeyd edin zəhmət olmasa, misal üçün parça 200 metr kvadrat, hesablamışsınız nə qədər ambar dəyəri olaraq qalığınız var?
Nə qədər varınızda ambar qalıq olaraq dəyəriniz? 1200 manat. 1000 neçə 100 manat? Yəni nə qədər də 1000 neçə 100 manat. Buyurun. Həmin ambar qalığı rəqəmini də aldığımız dəyərin üzərinə əlavə edin. Nə qədər eləyirdi dedin? 8167.5. 8167.5 Bir tane. 05 Kalır yok 5 tane. Yoksa Zəhmət olmasa düzünü müzakirə edəyək. Nə qədər? 4000. Niyə 4000? 4000 təkcə parça eləyirdi. 468 lira. Elə parça tək özü 4000 eləyir. Gəl baxaq o birilərə. Gəl baxaq o birilərə. Gəl baxaq o birilərə. Parça getdi, düzdür. Elə astar edir nə qədər? 1 manat idi metr kvadrat. Parça 2000. Parça 4000. 100 manat bu. Parça 2000 son. Niyə hesablayırsan 2000? İki tane sabahında sabah. Parçanın bir sadece 5 parça bir 3060 lira. şeyler sabah. Aslan 100 kal. Parça 2000. Aslan Nəyə vuram da 1000 eləyir? Aslında bitirir. Astarın qiyməti nə qədərdir? 1000 manat. 10 1 metr kvadratı 10 manat. 1000 manat astar eləyir. 4000'də bu elədi 5000 manat. Böyle bir şey var. Onda adam niyə? Hələ 20 manatda metr kvadrat. 7 manat sapdı, 2 metr zamokdur. 2 metr zamok nə qədər eləyəcək? 10 manat. 1000 manat 2 metr. 10 metr cavab 8000 də deyil. Ha 5000 nə qədər eləməsi lazımdır? Sizə dediyimi özüm hesabladım. 8167 manata necə çıxmışsınız onu da bilmədim ha. Dedim 8000 nətər çıxmışsınız onu da bilmədim. 50068 50. 5068 5068.50. Bəli, bu da oldu bizim mal material məsrəflərimiz. İndi sizin üçün maraqlı olan tərəfi hardadır? Hə, mən alışımı elədim. Yəni ayın əvvəlində, avqustun əvvəlində mən bu qədər almışam və bu qədər borclanmışam. Bəli, indi 201-də nə qədəri 202-yə gedibdir? Yəni istehsalat məsrəfi. Bunu artıq mən müəyyənləşdirəcəm hardan? Kalkulyasiyamda 46 vurulmuş 2000 ədəd. Çünki 2000-dən istehsal etmişəm axı. Vurduğum zaman da mən nə əldə eləmiş oldum? 92.000 idi. Qoy bir dənə baxın. Tam yuvarlaq rəqəm idi da. 92.000. Artıq bunu da silmiş oldum. Baxın, artıq mən burada ehtiyatımın qalıqlarını harda tapmalıyam 5068-i? Gəlirəm, bəli, sınaq balansı, dövrəyə qalıq cədvəlinə. Bu hissəni silirəm, bir də baxam. Artıq deyə bilirəm ki, 201 nömrəli hesabın debetində nə rəqəmim var? 97.068 manat 50 qəpik. 97.068 manat 50 qəpik. Deyirəm ki, xam mal almışam. Daha sonra mən bunun nə qədərini istifadə etmişəm? 92.000 manatlıq hissəsini. Kreditdə 92.000 manat qeyd edirəm. Aktiv hesabdır axı, istifadə etdiyimi azalmasını biləcəm. Bəs dövrün sonuna qalığım nə qədərdir? Dövrün əvvəlinə xam malımın qalığı var isə o, bir dəqiqə, o, plus dövr ərzində aldığım xam mallar, minus dövr ərzində istifadə etdiyim, xərc elədiyim xam mallar. 5068 manat 50 qəpik. Baxmaq, xam mal, ambar qalığını belə görməliyim. Mən bu cədvələ yığandan sonra ambarın sayını var axı əlimdə inventarizasiya.
Ondan qabaq-qabağa baxmam lazım. Əgər orada əksik gəlmə varsa, 201-i azaldıb 801-ə bağlamalıyam, verməliyəm. Yox, artıq gəlmə varsa 201-i artırmalıyam təzədən ki, debitini gəlsin buradakı rəqəmlə yerindəki mal düz versin. Yəni inventarizasiyanı onlayn sistemlə də belə yoxlayırdıq. Bu əməliyyatı da verdik. Başqa nəyimiz var idi burada? Satış var. Hələ satışa gəlməmişik. Hələ malımız hazırdır ki, sataq da. Hələ malımız hazır məhsul ola bilməyib. Bizim anbarımız yalnız və yalnız şeydən ibarət. Nədir o? İstehsalat məsrəflərindən ibarət. Biz ona görə birinci dövriyyə balans cədvəlimizi doğru şəkildə formalaşdırmağı öyrənməliyik ki, bir dəqiqə. Buradakı nəticələri də aradan qaldırmışıq. Ambarda qalır. Bəli, onun üçün birinci gələcək indiyənə qədər etdiyimiz əməliyyatları burada əks elətdirməyə. Burada əks elətdirəndən sonra təkrardan davam etməyə. Artıq davam etdiyimiz zaman nəticəsinə baxa-baxa getməliyik. Real iş prosesində kimi etdiyim şeyin balansım üçün nəticəsi nədən ibarətdir. Və bu əlbəttə ki, reklamlardan sonra. Deməli, burada bizim əlimizdə bir datamız formalaşıb. Amma deyək ki, bunun sayı arta da bilir. 3000 sətr, 5000 sətr ay ərzində işlədiyiniz müəssisənin dövriyyəsindən asılı olaraq bu qeydiyyat əməliyyatlarının sətri arta bilər. Biz bayaqki kimi hər hesabı bir hər dəfə dəyişdirməyimiz texniki olaraq mümkün deyil. Ona görə Excel-də biz cəm olaraq baxacağımız üçün rəqəmlərə, dəyər olaraq baxdığımız üçün SUMIF-dən və yaxud da SUMIF-dən istifadə edəcəyik. Bugünkü cədvəlimiz üçün bizə SUMIF kifayət edir. SUMIF necə bir funksiyadır? Bizə imkan verir ki, bərabərdir SUMIF deyək. Bizə imkan verir ki, hansısa bir kriteriyanın əsasında, yəni seçdiyimiz bir dayaq nöqtəsinin əsasında gedib bu əməliyyatla bağlı digər cədvəldəki dataları cəmləyib gətirə bilsin. Misal üçün bizə birinci range istəyir, aralıq istəyir bizdən. Deyir ki, kriteriyanı hansı aralıqda axtarım mən? Mən də deyirəm ki, kriteriyanı get. Misal üçün, indi mənə deyək ki, debit tərəfi lazımdır da hesabların. Deyirəm, get burada axtar. Yəni, bu sütun var, hansı ki. Deyirəm, get bu sütunda axtar, və bura qədər gətirək. Və nöqtə vergüllə ayırıram. Deyir, bəs yaxşı, kriteriyanı hardan götürüm, hansı əsaslardan götürüm də, yəni nəyi götürüm daha doğrusu. Mən də deyirəm ki, dövriyyə qalıq cədvəlindəki bu xanadan başda götürməyə, yəni hesab nömrəsini də kriteriya kimi götür deyirəm, onu nöqtə vergüllə ayırıram. Daha sonra soruşduğu şey isə məndən cəmin aralığını soruşur. Deyir, dəyərləri, bu kriteriyaya görə olan dəyərləri sən verdiyin aralıqdan nələri cəmliyim götürüm? Mən də deyirəm, əməliyyat jurnalına deyirəm, gəl. Debit hesabların qabağında məbləğ debit yeri var. Məbləğ debit yerində həmin kriteriya uyğun hesabın qarşısında nə qədər əməliyyat varsa, onları cəmlə və gətir bir hesab üçün mənə de. O da 101-ə görə mənə burada 0 dəyər çıxartdı ki, əməliyyat jurnalında debitdə 101 nömrəli hesab yoxdur. İndi mən bunu aşağı çəkmək istəyirəm, amma aşağı çəkəndə bu aralıqların da rəqəmləri aşağı çəkilə-çəkilə gələcək. O gəlməsin deyə, yerində qalsın deyə həmin aralıqları dollar işarəsi ilə sabitləməm lazımdır ki, o hər zaman olduğu yerdə qalsın. Dəyişən tək şey kriteriya olsun. Bunu da dollar işarəsi edək. Bunu da dollar işarəsi edək. İndi bəli, biz aktiv, pasiv fərqi yoxdur. Bunu axıra qədər çəkirik əməliyyatlarımızı. Bizə göstərir ki, bizim 222.368 manat 50 qəpiklik dövriyyəmizin debiti var. 222.368 manat 50 qəpik, bəli, dövriyyənin debiti var. Burada hər bir əməliyyat ayrı-ayrılıqdadır. Burada isə hansı hesaba aiddirsə onu ayrıca göstərir. Deyir ki, xam mal və material üçün 97.000-dir dövr ərzinə daxil olan.
İstehsalat məsrəfi kimi 123.530 manat daxil olubdur. Gəlirik sonluğa. Deyir ki 533 üçün debitdə 1770 var. Görürsüz avtomatik kreditə bayaq hesablamışdıq deyə qalıq. Amma indi kredit tərəfində əməliyyat yox deyə onu mənfi ilə göstərir. Çünki kredit çıx debit demişik axı. Və bitdi əməliyyat. İndi eyni əməliyyatı biz pasiv hesablar üçün eləyək. Bu daha doğrusu belə deyək də balansımızın əməliyyat jurnalının kredit tərəfi üçün eləyək ki, gəlsin dövrəyə qalıq cədvəlimizə də kreditlər də cəmləsin. Yenə deyirəm bərabərdir. Sam yazdım. Sum if-in üzərində 2 dəfə vururam. Yenə aralıq istəyir. Bu səfər gəlirəm əməliyyat jurnalında artıq C sütununu deyil, Y sütununu. Yəni kredit hesablarının yerləşdiyi yerin listəsini, yəni aralığını seçirəm. Nöqtə vergüllə ayıra bilmədim. Niyə? Dili dəyişmək lazımdır. Ayırdıq nöqtə vergüllə. Kriteriya istəyir. Kriteriyanı yenə dövrəyə qalx cədvəlində seçdiyim üçün ki, bu hesabların qabağına yaz. Eyni yeri seçirəm və bir dəqiqə bir dənəsini seçsəm bəs eləyirdi. Nöqtə vergüllə ayırdım. İndi isə kreditin cəmini istəyir məndən. Bu səfər gəlirəm məbləğ kredit hissəsini götürməyə. Çünki kreditlərin də cəmi buradadır axı məndə. Və mötərizəmi bağlayıram. Kreditimi verdi. İndi yenə aralıqları dollar işarəsi ilə işarələyəcəm. Bir dəqiqə. Tamam. Sum range yerini də dollar işarəsi ilə işarələyirəm. Və salam. İndi yenə 2 dəfə qoyacam və baxın əməliyyatımdan nəyisə gətirmir. Hə, hamısı sıfır olacaq, səhv çıxardacaq. Baxın əməliyyatımdan nəyisə gətirmir. Gətirmədiyi şeylər nədən ibarətdir? Burada kriteriyada qoyduğun hesab nömrələri ilə şeylər bir-birinə bərabər olmalıdır. Baxın görürsünüz burada 522 bir dənədir. Biz nə seçmişik? Biz bəli 522 1, 522 2 və yaxud da ki 523 1 və 523 2 seçmişik. Bunu seçməkdə səbəbimiz nə idi? Hesabları ayırmaq. Misal hazırda çalışmamızı yekunlaşdırmağımız üçün bunları düzəldib 523 verəcəyik. Yenə 522. Yəni vahid hala salırıq. 523. Verdik. Rəqəmimiz dəyişib. Başqa hansı qala bilər bizdə? Görə rəqəm fərqimiz yoxdur. Debitlə kredit arasında nə qədər fərqimiz qaldı bizim? Gəlin baxaq. Bərabərdir. Debit hissəm çoxdur. Kredit hissəm azdır. 800 manat fərq edir. Mən bilirəm bu 400-400'lər nələrdir. Bəli, burada bizdə 545 nömrəli hesab yoxdur. 538, 542 var. 43, amma 45 yoxdur. Əlavə edirəm. 545 deyirəm. Və 545'in adı nə idi bizdə? Digər qısa müddətli kreditor borclar. Digər. Aha. Bunu verirəm. Bu ikisini çəkəcəm. 800 manatımı da verirəm. Və dövrəyə hissəm bərabərləşmiş oldu. İndi bunları siləm və nə verəcəm? Uşaqlar, bu bizim həm sınaq balansımız, həm dövrəyə qalıq cədvəlimizdir. Mən indi aktiv hesablar biz demişdik, hardan hara kimi aktiv hesablar idi? 101'dən 300'ə qədər olan hesablarımız aktiv hesablar idi. O zaman 101'dən 300'ə qədər olan hesabların qalığını hesablamaq eyni qaydada baş verəcək.
Yəni dövrün əvvəlinə qalığın debetinin üzərinə dövriyyənin debetini gələcək. Ona da çıxacaq dövriyyənin kreditini. Və həmin əməliyyatı cəlb edəcəyik, bax, bura qədər. 301-ə qədər. Və cəlb etdik. Əməliyyatımızın da cəm olaraq verək. Tamam. 116.958, amma bunun içərisində şey də mövcuddur. Nədir onun adı? Mənfi ilə rəqəmimiz də mövcud. Səbəb? Çünki 112.000 amortizasiyanın, 12.000 manatlıq amortizasiyanın hardan əmələ gəldiyi bizdə yoxdur. Yəni hardan yığıldığı bizdə yoxdur. Çünki o aktivimizin dəyəri yoxdur. 111-də də o aktivimiz yoxdur. Çünki biz axı əməliyyata ortasından qoşulmuşuq. Eyni proses üçün gəlirəm kreditə. Yəni 301 nömrəli hesaba deyirəm bərabərdir. Dövrün əvvəlinə qalığın krediti plus dövriyyənin krediti minus dövriyyənin debiti. Və həmin rəqəmi də düz xərcə qədər gətiririm. Şurada niyə xərcə qədər gətirirəm rəqəmimi? Bəli, çünki xərc hesabları debetdə artır, kreditdə azalır. Ona görə xərc hesablarını hesabladığım zaman nə olacaqsa artıq onun eynən aktiv kimi hesablamalıyam. Yəni dövrün əvvəlinə qalığın debeti plus dövriyyənin debeti minus dövriyyənin krediti. Və onun da qalığını 801-ə qədər gətirirəm. 801-də isə problem nədir? 801 hesabı həm debitdə, həm kreditdə artırdı. Yəni bunun azalma hissəsi yoxdur. Olmadığına görə Excel-də biraz o əməliyyatı vermək çətindir. Əsaslanmadır. Avtomatlaşdırmaq üçün. Ona görə biz nə edirik? Deyirik 801-in krediti debitindən çoxdursa, qalığını kreditdə hesablayırıq. 801-in debiti kreditindən çoxdursa, debitdə hesablayırıq. 801-in əgər debit qalığı varsa zərərimiz, kredit qalığı varsa mənfəətimiz demək. Bunu da ən sonda baxacaq sizdən gələndə. Artıq biz bura qədər olan əməliyyatımızı avtonomlaşdırmışıq və qalıqlarımız da bir-birinə bərabərdir. İndi gəlirəm əməliyyat jurnalına prosesimin davamını getmək. Biz bütün məsrəflərimizi qeyd etdik, alışlarımızı etdik, borclarımızı yaratdıq. Amma indi belə deyək də, hazır məhsulu formalaşdırmağın vaxtıdır. Biz nə dedik? Dedik ki, əməliyyatın sonunda hazır məhsul dediyimiz ehtiyat bizim istehsalatımızın son nəticəsidir. Yəni kostyumdur. Satışa hazır olana qədər, o paketlənənə qədər nə qədər xərc varsa onun dəyərinə daxil olmalıdır. O zaman hazır məhsulun hesab nömrəsi 204. Hazır məhsul bir dəqiqə dili düzəldək. Hazır məhsul olsun nə? 2000 kostyum. Bunu hardan gedəcək rəqəmlər? Birincisi qeyd edəcəm 202-dən buradan kopyalayım ki, rəqəm eyni olsun. İstehsalat məsrəfləri. Məbləğ nə qədər olacaq? Artıq gələcəm dövrəyə qalıq cədvəlinə və 202-nin qalığına baxacam. 123.530 manat. Yəni mənim komple istehsalat məsrəflərim idi. Mən artıq bura materialı da əlavə etmişəm. Bu mənim ümumi yekun rəqəmimdir. 123.530 manat. Qəpik də var idi. 30 manat var. Və deyirəm 123.530 manat bərabər bu rəqəmə hazır məhsula sildim. Artıq dövrəyə balans cədvəlində gəlirəm. Mənim istehsalat məsrəfləri hesabım boşalır. Əgər burada qalığım qalardısa, buna mən deyəcəkdim yarım fabrikat. Əgər qalığım qalardısa, bu deməkdir ki, mən 2000 kostyumu düzəltmişəm, 300 dənəsi də hələ tamamlanmayıb. Amma mən bu partiyanı tamamladım, bitirdim deyə götürdüm. O zaman xərclər falan da tam silinməyəcəkdir. Yəni tamamlanan hissəyə qədər silinir.
Amma baxıram 204 nömrəli, baxın burada azaldı. 123.500 aktiv hesabım 0 oldu. Amma əvəzinə 204 nömrəli hesabım artdı. 123.530 qədər. Niyə? Aktivlərin yer dəyişməsi baş verdi. İndi gəlirəm sizin şərtlərə. Şərtlərdə bizə nə deyir? Mənə daxilini verdik. Deyir, hazır məhsulların 100%-ə 100% ticarət əlavəsi qoyaraq üzərinə, qiyməti nədirsə, üstünə 100% qoyaraq 70%-i ƏDV daxil satılıb. Biz ƏDV tərəfini kənara qoyuruq. Satılıb deyirik. Satılmış məhsulun 50%-i də ödənilib deyirik. Birinci biz gəlirik 70%-i müəyyənləşdirməyə. Bizim məhsulumuzun miqdarı nə qədər idi? 2000 ədəd. Bunun 70%-i satılıbdır. Bəli, 1400 ədədi satılıb deməkdir. 1400 ədədin də bizə başa gələn maya dəyəri nə qədər olacaqdı? 60 bin 76. Baxın, mən bunu belə eləmək istəyirəm. Bu satış tərəfidir, düzdürmü? Və mənə də dəyər lazımdır. Bu dəqiqə miqdar lazım deyil. Mən hazır məhsulumun dəyərini bilirəm. Ona görə anbarımdan nə siləcəm və hara siləcəm. Birinci satdığım şeyin maya dəyərini silməm lazımdır. 70%lik məhsulun maya dəyəri. Ona görə gəlirəm 701 satılmış məhsulun maya dəyəri. Kreditdə isə 204 yazacağım. Hazır məhsul. Hazır məhsulumu seçdim. 701-ə verəcəyim rəqəm nə qədərdir? Hazır məhsulumun 70%-i qədər. Düzdürmü? Yəni 86.471 manat. Bu ehtiyatımı sildim. Baxıram indi nəticəsinə. Hazır məhsulumda bir azalma var. Cəmi 37.059 manatlıq qaldı. Məndə 86-sı azaldı. Eyni zamanda o qədər də xərcimin artması lazımdır. Bəli, xərcim də artdı. Görürsünüz, aktivlərin yer dəyişməsi və yaxud da xərcə silinmə olduğu üçün qalıqlardakı dəyişiklik yoxdur. Eyni dəyərdə qalıblar bizim üçün. Əməliyyat jurnalına gəlirəm, satışımı reallaşdırmağa. Mən bunu satmışam. 211-in debiti, deyək ki, debit, qısa müddətli debitor, qısa müddətli debitor. Bəli, və mənim həm də gəlirim olub. Satış. Bəli, üzərinə 100% gələcəm. Nəyin üzərinə 100% gələcəm? Satdığım məhsulun maya dəyərinin üzərinə 100% gələcəm. Yəni 86.171-in üzərinə gələcəm. Həmin rəqəmin 100%-ini. İnşallah formula axıra qədər hesablayacaq. Ha? Öz edir. Bugün indi öz edir də, sabahlarım o faiz rəqəmi dəyişəcək. 100 deməyəcək, 53 deyəcək. Sən onu dur bir də 2-yə vurmayın da, mən bu yanlış anlaşılmanı hər zaman görürəm. Ona görə o formada girirəm ki, siz də girəndə Excel-də baxanda görəsiniz. 172.942 manat da oldu mənim satış məbləğim. Satışımın müxabirləşməsini girmiş oldum. Gəlirəm nəticəmə baxmağa. Ehtiyat qalığım yerindədir. Alacağım yaranıb 172.000. Eyni zamanda gəlirim yaranıb 172.000. Rəqəmim də görünür. Və indi gəlirəm nəyə? Bu satışı edəndən sonra şərt mənə nə dedi? Dedi ki, satılan məhsulun 50%-i ödənilib. Yəni mənim alacağımın 50%-ni mənə ödəyiblər. Gəlirəm əməliyyat jurnalına. Daha doğrusu dövriyə qalıq cədvəlində. Mən nə satmışam? Satışım hardadır mənim? 601-də. 172.942. Bunun 50%-i, yəni yarısını mənə ödəyiblər. Bərabərdir. 172.942 vurulsun 50%. Mənə ödəyiblər. Kim ödəyib mənə? Debitorum ödəyib mənə. Hara gəlibdir pul? 223. Bəli, 211-dən gəldi. Qısa müddətli debitordan.
Bax, şirkət adını bilmirəm, deyə yaza bilmirəm. Bilsəydim şirkət adını yazardım bura. Debitor ödəniş edib 50%. Aha. Və bunu da bərabərləşdirirəm. Bu da getdi. Burada qeyd edirəm satışdan mədaxil. Tamam, 50%-də mənə ödədilər. Şərt nə deyirdir? Gəlin birinci şeyə baxaq, dövriyyə balans cədvəlinə baxaq. Baxın, mənə ödədilər, amma satışım azalmadı. Çünki bunu mənə kim ödədi? 211 ödədi mənə bunu. Bəli, mənim hələ 86.000 alacağım qalıb. Baxın, balansım artdı, görürsünüz? Yəni 286.000 idi, qalxdı oldu 289.000. Nəyin hesabına qalxdı? Gəlirin hesabına qalxdı. Yəni 601-in hesabına qalxdı. Mən onu azaltmadım axı. Sadəcə də artırdım. Çünki üzərində bir mənfəətlilik mövcuddur. Gəlirəm, əməliyyatımın ardını işləmək üçün şərtimə baxam. Müəssisənin vergi borcunu hesablayın. Material ehtiyatların miqdarını və dəyərini müəyyənləşdirin və müəssisənin balansına əlavə edin etmişik. Nəzərə alın ki, parça vasitələrin qiyməti bazardakı hazırki dəyərdən 10%. Nəzərə alın ki, parça və astarın bazar qiyməti hazırki dəyərdən 10% çoxdur. Problem yoxdur bizə. Çoxdursa biz az götürəcəyik. Əmək haqqını hesablayın və ödəyin. Aha. Burada bizim üçün yeni bir şərt ortaya çıxdı. Hesablamış ödəmək. Bəli, əmək haqqını hesablamalıyıq. Burada da digər ödəmə müəssisənin vergi borcunu da hesablamalıyıq. Bəli. Və gəlirik sonluğa, bunu etmişik. Ehtiyatların qalığını müəyyən edin, miqdar məbləğ olaraq bunu da etmişik artıq. İndi gəlirik nəyə? Bizim qaldı əlimizdə əmək haqqının ödəmə hissəsi. Gəlirəm dövriyyə balans cədvəlinə, mən əmək haqqı ödəyəcəm. Nə qədər ödəyəcəm? Baxıram 533 nömrəli hesaba. 12.230 manat əmək haqqı ödəyəcəm. Çünki mənim bu qədər borcum var, fakt olaraq hesablamışım. Və əməliyyat jurnalına gəlirəm. Hardan ödəyəcəm? 223 nömrəli bank hesabımdan. Hara ödəyəcəm? Bəli, borc harda yaranıb məndə? 533 kreditində. Mən onu ödəyəndə azaltmalı olduğum üçün 533-ün debitinə əmək haqqı olaraq qeyd edəcəm. Və rəqəm olaraq da 12.230 manat. 12.230 manat. Və bu da bərabər. Və bunu da deyirik. Tamam. Və gəldik yekuna. Əməliyyatları bitirdik. Dövriyyə balans cədvəlinə baxın. Balansımız 277.310-dur. Amma dövriyyəmiz 704.000-dir uşaqlar. Siz mühasib olaraq maaşınızı bu dövriyyədən alırsınız. Yəni bu hissəyə görə alırsınız. Müəssisənin dövriyyəsində rəqəm hər zaman böyük olur. Bu deməkdir ki, siz daha çox pula nəzarət etmisiniz. Pulun hərəkətinə nəzarət etmisiniz. Pulun hərəkətinə cavabdeh olmusunuz. Məsuliyyət daşımısınız o hərəkətə görə. Bu hissə sahibkarı maraqlandıran tərəfdir. Müəssisənin maliyyə vəziyyətini əhatə edən tərəf. Bunun sədəqli yoxdur. Sahibkarın kapitalı artıbmı, azalıbmı? Sən onu ona göstərən şəxssən. Ki, azalıbmı, artıbmı? Yığdıq, hesabatlarına bax, qeydiyyatı apardıq, qeydiyyatı sinifləndirdik və qruplaşdırdıq. Ondan hesabat formalaşdıracaq biz birazdan və təqdim edəcək özünə. Ki, kapital artıb, hansı hesabatlarsan sən, nəyə görə artıb? Bu cədvəli bu formada etdiyim zaman bu olur sınaq balansı. Sınaq balansında burada 2 dənə nöqtə var. Hansı ki, bu hissə ilə bu hissə olmur sınaq balansında. Bu ikisi. Sınaq balansında onun əvəzində 801 olur. Yəni, mənfəət və zərər hesabının qalığı olur. Yəni, 601 ilə 801 bağlanması məcburiyyəti var. Bəli.
Onun üçün gəlirəm əməliyyat jurnalıma. Vergimi də deyir hesabla. Siz vergiyə keçmədiyiniz üçün hesablamırıq. Amma dövriyyəsinə baxırıq ki, bu cəmi 172.000 dövriyə edibdir. O zaman bu 200.000-in altında olduğuna görə biz bunu sadələşdirilmiş vergi olaraq götürəcəyik. Və sadələşdirilmiş vergidə 2% olaraq hesablayacağıq. Necə hesablanır? Satış məbləğinin nə qədərdirsə, yəni sənə ödənər, onun 2% olaraq hesablanacaq. İndi baxırıq nəyə? Biz nə satmışıq? Bir dəqiqə. 601-də 172.000-lik bir qalığımız var. Amma bizə nə ödənilib? 211, hani 211? Aha. Bizə ödənilibdir 86.471 manat. Deməli biz 86.471 manatın vergisini ödəməliyik. O zaman biz birinci bu vergini sistemə hesablamalıyıq ki, borcumuz görünsün. Daha sonra isə bu vergidən bu vergi öhdəliyinin ödəməsini etməyimiz lazım. Bu vergi bizim nəyimizə görə yaranıbdır? Satışımıza görə. O zaman bizim satışımızın içərisindəki rəqəmin 2% bizim deyil. Nə qədər satırıqsa sataq, sadələşmiş olaraqdan gedir söhbət. Satdığımızın 2% bizə aid deyil. O zaman biz onu sistemə əks elətdirməliyik. Yəni satışın debeti 601, satışın debeti, vergi borcum harda yaranır? 521, vergi öhdəliyi, sadələşdirilmiş vergi. Vergi öhdəliyi, rəqəmim nə qədər olacaq? Mənə ödənilən rəqəmin, yəni 86.471-in, bax, borc hesablayıram. Bunun ödənişini hesabladığımdır. Mənim satdığım nə qədərdir? 172.942. Bu rəqəmin 2%. Bu mənim vergi borcumdur. Amma vergiyə ödənişim nə qədərdir? Yəni, nə qədər vergi borcunu ödəmə eləməliyəm? Dövlətin məndən istədiyi. Bu artıq vergi öhdəliyinin azalmasına girəcək və mən onu ödəyəcəm bank hesabımdan. 223 bank hesabı. Rəqəm nə qədər olacaq? Mənə nə qədər pul ödəyiblərsə, onun 2%. Yəni, ödənənindən üzərindən ödəyirəm. Amma borcum satışımınkinin 2% qədərdir. Amma borcum durub məndən istəmir. Deyir, nə vaxt ödədilər? Ödədiklərinin 2%-ni mənə ödə. Yəni, sənə gələn dövriyyədən ödə. O zaman deyirəm, bərabərdir. Bizə ödənilən rəqəmin 2%. Səhv yerə qeyd elədim. Bircə dəqiqə. Debit hissəsinə qeyd eləyəcəkdim. Mənə ödənilən rəqəmin 2%. Bəli. Bunu da verdim. İndi əməliyyatımın nəticəsinə baxıram. Dövriyyə balans cədvəlində. Satışım azalıbmı? Gələk görək, azaltmışdım. Azalıbmı? Bəli, azalıb. Bəs yaxşı, vergi öhdəliyim 2029 manat 42 qəpik qalıb. Yəni, növbəti hissəsinin də bizə ödənişin etdikləri zaman həmin əməliyyatı da ödəmiş olacam. Gəlirəm nəyə? Əsas mövzuya. Niyə mən satışdan azaltdım? Çünki mən mənfəət zərər hesablayacağım. Mənfəət zərər hesablayanda, bəli, düzgün çıxması lazımdır. Çünki mən rəsmi tərəfi yox, qeyri-rəsmi cəhətdən sahibkara hesabat verməliyəm. Sahibkarın xeyri burada nə qədər oldu? 100% olmadı. 98% oldu əslində. Çünki satdığının 2% onun vergi öhdəliyinə gedəcək zaten bəri başda. Onu da ayırmışdım. İndi gəlirəm 801 nömrəli hesaba. Biz 801 nömrəli hesaba nə dedik? Dedik ki, bu həm mənfəətdir, həm zərərdir. Mənfəəti kreditdə artır, zərəri debitdə artır. Zərəri yaradan şey nədir? Xərcdir. Gəlirəm 801-i yazıram debitə. Mənfəət və
Güzel. Kreditlə nə yazacağım avtomatik? Xərc. Yəni 701 nömrəli satışın maliyyə dəyəri hesabına. Maliyyə dəyərini baxıram nə qədərdir məndə rəqəm? 701-də 86.471 manat. Gəlirəm 86.471 manat. Debitə də eyni rəqəmi qeyd edəcəm. Dövrəyəm doğrudur. Zərərimi tanıdım. Yəni ziyanımı tanıdım. İndi gəlirəm dövrəyə qalıq cədvəlində nəticəyə baxam. Xərc hissəm sıfırlanıbmı? Bəli, sıfırlanıbdır. Mənfəət və zərər hesabatının debitinə düşübmü rəqəm? Düşübdür. Amma eyni zamanda mən axı gəlirimi də tanımalıyam mənfəət olaraq. Gəlirim harda artırdı? Kreditlə. İndi onu mən mənfəətə tanımalıyam. Mənfəəti tanımam üçün mənfəət kreditə keçməsi lazımdır. Yəni bu hissənin keçməsi lazımdır kreditə. Debitdə isə mənim 600 birim, yəni satışımın olması lazımdır. Ki satışı da sıfırlayıb keçirdim bu tərəfə. İndi məndə həmin rəqəmlər nə olacaq? Bax, yenə gəlirəm. Satdığıma yox, dövrəyə qalıq cədvəlindəki qalıq hissəsinə qayıdıram. Gəlirəm, 600 birin qalığı nə qədərdir? 169.483.16. 169.483.16. 16, bu da bərabərdir. Və dövrəyə qalıq cədvəlinə baxıram. Artıq bu da sıfırlanır. İndi qaldıq gəldi 801-ə qalığını hesablamağa. Nə demişdik? Demişdik ki, krediti çoxdursa, kreditdən debitini çıxıb kreditə yazırıq qalığını. Dövriyəsinin debiti çoxdursa, debitindən kreditin çıxıb debitə yazırıq. Hal-hazırda krediti çoxdur. Ona görə gəlirəm kreditdə deyirəm bərabərdir. Kredit, çıx, debit. 83.012 manat 16 qəpik. Artıq balansımda 189.110 manata çevrildi. Həm debiti, həm krediti bir-birinə bərabər olmasın. Və mən dövrümü bağladım. Mən dövrümü bağladım, amma bunu sahiblərə belə mi göstərəcəm yəni? Bu oldu mənim sınaq balansım, deyək ki. Bu oldu mənim sınaq balansım. Yəni ilkin balansım və yaxud da belədir. Amma mən bunu sahiblərə necə göstərəcəm? Hansı formatda göstərəcəm? Hansı hesabatla təqdim edəcəm? Bizim nə qədər vaxtımız var bitirməyə? Məncə bir qism çatdıra bilərəm. Tamam. Bunu burada video qeydini saxlayıram.